Saatlı rayonunda son illər görülən kompleks meliorativ tədbirlər əkin sahələrində məhsul bolluğuna səbəb olub. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Saatlı Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən torpaq məcralı kanallarda su itkisinin qarşısını almaq məqsədi ilə betonlaşma işləri nəzərdə tutulub ki, aşağı Muğan sistemi üzrə kanalların betonlaşması dövlət proqramına salınıb və hazırda işlərə start verilib. İşlər yekunlaşdıqdan sonra ətraf ərazilərdə 27 min hektara yaxın sahənin suvarılması yaxşılaşacaq. Kanalın beton üzlüyü ilə əvəzlənməsi su itkisini də minimuma indirəcək. Kanal təxminən kanalın özünün uzunluğu 42 kilometr, qolları ilə birlikdə 112 kilometr kanal betonlaşacaqdır. Bu da su itkisinin qarşısını almaq və əhalini su ilə mütəmadi olaraq təmin etmək üçün tam yararlı olacaqdır. Hal-hazırda gördüyümüz yerdə bərpa işləri gedir. Bu işlər demək qabaqcıl tədbirlər görülür, alternativ kanal çəkilib, əhali su ilə təmin olunur. Saatlı rayonunda 2026-cı ilin əvvəlindən indiyədək bütün suvarma mənbələrindən su götürülərək ayrıcılardan təsərrüfatlara verilib. Həmin su ilə 43.278 hektar ərazi suvarılıb. Saatlı Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi suyun əkin sahələrinə itkisiz və maneəsiz çatdırılması üçün hazırda torpaq məcralı suvarma kanallarında texnikaların köməyi ilə lildən təmizləmə işlərini davam etdirir. Bundan başqa kollektor drenaj şəbəkələri də lildən təmizlənir ki, bu da torpaqlarda şoranlaşmanın qarşısını alır. Cari ildə 60.555 hektar sahə Saatlı rayonunda nəzərdə tutulur əkilməsi və həmin sahələrin suvarılması üstündə onun suvarılması bizə həvalə olunur. Bildiyimiz kimi bu sahələrdən 14.075 hektar sahə əkilib, payızlıq taxıl əkilib, suvarılıb və 11.739 hektarda pambıq əkilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, Saatlı Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi əkin sahələrini suvarma suyu ilə təmin etməklə bərabər abonentlərə içməli su xidməti də göstərir. Əhalinin digər qismi isə modul tipli su qurğularından götürməklə bulaqlar vasitəsilə içməli su ilə təmin edilir. Hazırda əhalinin keyfiyyətli, dayanıqlı içməli su ilə fasiləsiz olaraq təminatı həyata keçirilir. Bunun üçün su xəttlərində baş verən qəzalar operativ olaraq aradan qaldırılır.